Bugün biz Mingəçevir Dövlət Universitetinin professor müəllim heyəti və tələbələrlə bir yerdə Şəki şəhərindəyik. Cənab Prezidentin 21 fevral 2025-ci il sərəncamına əsasən deməli Bəxtiyar Vahabzadənin silsilə yubileylərinin təşkili ilə bağlı bura toplaşmışıq. Əslində Mingəçevir Dövlət Universitetində bir neçə dəfə bununla bağlı tədbirlər keçirdi, amma sonunda qərara gəldik ki, deməli biz Bəxtiyarın öz yurdunda doğulduğu vətəndə bu tədbiri keçirdik və hesab edirəm ki, uğurlu bir tədbir oldu. Həm istirahət edə bildik, həm kifayət qədər kövrəldik, həm kifayət qədər Bəxtiyarın yaradıcılığını həm elmi, həm ədəbi olaraq dinlədik. Buna görə Şəki şəhər İcra Hakimiyyətinə, eləcə də Şəki şəhər Təhsil İdarəsinə, Şəki Zaqatala Günay xanıma xüsusi təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan Milli Elm Akademiyasının Dilçilik Institutuna təşəkkür etmək istəyirəm ki, tədbirdə bizlərlə idi və hesab edirəm ki, bu tədbir həm tələbələr, həm müəllimlər üçün faydalı oldu.